Və sonra İmam Buxari başqa bir fəslə keçir. Və fəslin adı odur ki, Bərru mən kənə yasiluhu əbuh. Atasının əlaqə saxladığı kəslərlə əlaqə saxlamaq valideynə qayğıdandır. Valideynlə yaxşı davranmaqdandır. Və Abdullah ibn Ömər radiyallahu anh'ın hədisini gətirir, deyir ki, yaxşılıqların ən yaxşısı və qayğının ən yaxşısı kişi atasının, dostunun ailəsinə yaxşılıq etməsidir. Və atasının, dostunun ailəsi ilə əlaqə saxlamasıdır. Bu göstərir ki, atasının dostu ilə və ya o dostunun ailəsi ilə əlaqə saxlamaq yaxşılıqların ən yaxşısıdır. Və alimlər şərh etmək istəyirlər. Deyirlər ki, nə üçün dinimiz valideynin dostunun və ya dostunun ailəsinin ilə əlaqə saxlamağa belə fəzilət verir? Və deyirlər ki, ola bilər ki, atası həmin ailə ilə əlaqə saxlayırdı. Onların ehtiyacını ödəyirdi. Onlar ehtiyac sahibləri idi və atası onlarla əlaqə saxlayırdı. Və ata öləndən sonra o əlaqə kəsilməsin deyə şəriət əmr edir ki, atanın övladı həmin ailələrlə əlaqə saxlasın. Həmin ailələrə baxsın. Və bəzi alimlər də buyurub ki, atasının əlaqə saxladığı ailə nəsə ehtiyacları olanda onlara müraciət edirlər. Və atası da onlardan heç nəyə kəsmirdi. Və ölüm o xeyir işi qırdığı üçün övlad davam edərsə, o səbəbdən ataya savab yazılmaqda davam edir. Ataya ondan fayda gəlməkdə davam edir. Və hədis göstərir ki, valideynin dostları ilə və ya dostunun ailəsi ilə əlaqə saxlamaq, o da valideynə qarşı qayğıdandır, valideynə qarşı yaxşı davranmaqdandır. Və gəlib ki, Abdullah ibn Ömərdən bir kişi, ərəblərdən olan bir kişi yolla gedərkən Abdullah ibn Ömər onu görür. Məkkəyə gedəndə onu görür və salam verir Abdullah ibn Ömərə. Və Abdullah ibn Ömər onu öz miniyinə bindirir və başında olan əmmaməsini çıxarır, onun başına qoyur. İbn Dinar deyir ki, dedim ki, Abdullah ibn Ömərə, Allah səni islah etsin. Bunlar bədəvi ərəblərdir. Onlara az bir şey versən, onunla qani olarlar. Abdullah ibn Ömər deyir ki, onun atası atam Ömərin dostu idi. Atam Ömərlə dostluq edirdi və eşitmişəm ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, yaxşılıqların ən yaxşısı atanın, dostunun ailəsinə qarşı edilən yaxşılıqdır. Ona görə ona qarşı belə yaxşılıq etdim.